Değerli şagirdlər, abituriyentlər, izləyicilər. 20-ci əsr Azərbaycan poeziyasının ən böyük həqiqət şairi Məhəmməd Hüseyn Şəhriyarın Türkün dili şeiri ilə tanış olacaq. Şeir qəzəl janrındadır, əruz vəznində, həzəc bəhrindədir. Təfilələri məf'ulü, məfailü, məfailü, fəulündür. Buna müstəzad həzəci də deyirlər. Əvvəlcə şeirin özü ilə tanış olaq. Gördüyünüz tüm təriflərdə verilmiş beytlər orta məktəb dərsində yoxdur, amma mən əlavə etmək lazım bildim və ona görə də o beytləri də əlavə elədim, amma tüm təriflərlə vermişəm ki, seçilmiş olsun. Yəni, bunun artıq olduğunu, orta məktəb dərsində olmadığını görəsiniz. Türkün dili tək, sevgili, istəkli dil olmaz, ayrı dilə qatsan bu əsil, dil əsil olmaz. Öz ləfsini farsa, ərəbə qatmasa şair, şeiri oxuyanlar, eşidənlər kəsil olmaz. Şeirin gərək ehsas ilə diqqətlə qarışsın. Kənd əhli bilirlər ki, doşabsız təşkil olmaz. Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə, dağ-daşda doğulmuş dəli ceyran əmil olmaz. Sözlər də cəvahir kimidir, əsli bədəldən təşxis verən olsa bu qədər zirzibil olmaz. Şair ola bilməzsən, anam doğmasa şair. Missən, abalam, hər sarı köynək qızıl olmaz. Çox qıssa boy olma, olursan cin kimi şeytan. Çox daha ki uzun olma, uzunda əqil olmaz. Çox daha ki sərabın suyu var, yağbalı vardır. Baş ərşə də çatdırsa şərab, sərab ərdəbil olmaz. İnsan odur, tutsun bu zəlil xalqın əlindən. Allahı sevərsənsə bu insan zəlil olmaz. Millət qəmi olsa bu cocuqlar çöpə dönməz. Ərbablarımızdan da qarınlar təbil olmaz. Məndən də nə zalim çıxar oğlum, nə qisasçı. Bir dəfə bunu qan ki ipəkdən gəzil olmaz. Düz vaxtda dolar taxta tabaq ədviyə ilə. Onda ki nənəm sancılanar, zəncəfil olmaz. Fars şairi çox sözlərini bizdən aparmış. Sabir kimi bir süfrəli şair pəxil olmaz. Türkün məsəli folkloru dünyada təkdir. Hangi orqan kənd etsə məsəldir, mitil olmaz. Bu Şəhriyarın təbii kimi çinməli çeşmə, Kövsər ola bilsə, demirəm səlsəbil olmaz. Şeirin adından belə qənaətə gəlmək olar ki, türk dilindən danışılacaq, amma təkcə bu şeirdə türk dilindən danışılmayıb, bir çox mətləblərə toxunulub. Birinci beytdə gördüyünüz kimi, şair dilimizi vəsf edir, deyir ki, türk dili kimi sevgili, istəkli dil olmaz. Bir məqama da toxunur ki, başqa sözləri gətirib bu dilimizə qatsaq, bu dil əsil olmaz. Öz əslini, əsilliyini, gözəlliyini saxlayamaz. Sonra da bunu açıqlayır ikinci beytdə. Deyir ki, öz sözlərinin içərisinə farsın, ərəbin sözlərini qatmasa şair, şeiri oxuyanlar da kəsil olmaz. Sonra deyir, şeirin gərək deyir, emosiya ilə, hisslə, diqqətlə qarışmış olsun. Əgər qarışmasa deyir, doşabsız xəşlin dadı olmadığı kimi, hiss, emosiya olmayan şeirin də dadı olmaz. Deyir, bülbülü salsan qəfəs içinə oxumaz. Dağ-daşda doğulmuş ceyran da deyir, sakit olmaz. Təhəmmül sözündən də burada Sabirin də dilində var. Deyir, artdıqca həyasızlıq olur, el mütəhəmmil. Yəni, daha da sakitləşir, acizləşir. Amma deyir, dağ-daşda doğulmuş ceyran əmil olmaz. Sözlər də cəvahir kimidir. Əsli bədəldən təşxis verən olsa, bu qədər zirzibil olmaz. Sözlər də deyir, cəvahir kimidir. Yaxşı yonsan yerində işlətsən, şeir deyir, zirzibil kimi olmaz. Və deyir, şair ola bilməzsən, anam doğmasa şair. Missən, abalam, hər sarı köynək qızıl olmaz. Elə bil, bura qədər şeirdən, ədəbiyyatdan, sözün gözəlliyindən, türkçə şeir yazmağın necə yazmaq lazım olduğundan bəhs edir şair. Bundan sonra şair artıq başqa məqamlara, başqa ictimai mətləblərə toxunur. Birincisi, burada qəribə bir haqq deyiminin ifadəsi var bu beytdə, orta məktəb dərsində verilməyib. Çox balaca boy olmaq ki, deyir, olarsan cin kimi şeytan. Çox da ki, uzun olma, uzun da əqil olmaz. Yəni, burada boy məsələsinə toxunulmuş olsa da, əslində şair deyir ki, etidalı, orta xətti gözləmək lazımdır. Sonra Ərdəbili tərifləyir, deyir, sərabın suyu var, yağı balı vardır, amma sərab deyir, göylərə qalxmış olsa da Ərdəbil olmaz. Sonra başqa bir məsələyə toxunur. Deyir, insan o kəsdir ki, xalqın əlindən tutsun. Əgər Allahı sevirsənsə,
sevsək, bu insan zəlil vəziyyətdə qalmaz. Sonra daha başqa bir ictimai mətləbə toxunur. Deyir ki, ərbabların, vəzifə sahiblərinin deyir, vəzifə sahibləri bu xalqın deyir, dərdini çəksəydi, millət qəmi çəksəydi, uşaqları deyir, uşaqlar çöpə dönüb, bunların da qarınları nağaraya dönməzdi, təbilə dönməzdi. Sonra şair özündən özü haqqında bir ifadə işlədir, deyir ki, oğlum, məndən zalım qisası çıxmaz. Bunu qanki, ipək, gəzil, keçi, tükündən toxunmuş bir parça olmasın. Sonra başqa bir problem, yəni, nə bilim, paradoksal hallara toxunur. Deyir ki, düz vaxtda dolar taxta tabaq ədviyyə ilə. Onda ki, nənəm sancılanar, ona deyir, dərman kimi istifadə eləməyə zəncəvil olmaz, zəncəvil olmaz. Sonra deyir, fars şairi çox sözlərini bizdən aparıb. Yəni, fars dilində də görünür, bizim dildən çoxlu sözlər keçib. Sonra da deyir ki, Sabir kimi bir süfrəli şair bəxil olmaz. Yəni, Sabir kimi şair olan bir xalq öz dilindən söz verməkdən yəni, çəkinməz. Türkün məsəli folkloru dünyada təkdir. Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz. Türkün yəni ədəbiyyatı, şifahi xalq ədəbiyyatıdır, dünyada təkdir. Xan yorğanı, kənd içrədir, mitil olmaz. Yəni xalqın yaradıcılığı daha möhtəşəm olar. Sonra da qayıdır ki, bəs Şəhriyarın deyir, istedadı kimidir, çinməli çeşmə, cənnət bulağı olan Kövsər ola bilirsə, hətta Səbil də ola bilər. Şeirin məzmun haqqında danışdıq. Deməli, həm şair dilimizin gözəlliyinə toxunub, sözlərimizin işlətmə bacarığının insanlarda, nitq daşıyıcılarının sözləri ustalıqla işlətmək bacarığında olmalarına toxunub. Sonra həm də bir çox ictimai mətləblərə, xalqın gününün güzaranının yaxşı olmamasına və bizim başqa xalqların dilindən söz almamalı olduğumuza və özümüz söz verərkən burada heç bir problemin olmadığını göstərmişdir. Şəhriyarın bilirsiniz ki, orta məktəbdə daha bir şeir öyrəndik, Heydər Babaya Salam poeması. İnşallah növbəti dərsimizdə Heydər Babaya Salam poemasından danışacaq. Bu dərsimizi qısa yekunlaşdıraq, amma o poemadan geniş danışacaq. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunursa, mənim üçün nə mutlu. Dəyərli şagirdlər, abituriyentlər, izləyicilər. Azərbaycan poeziyasında özünə məxsus yer olan hansısa bir zirvəni fəth eləmiş bir şair olan Məhəmməd Hüseyn Şəhriyarın yaradıcılığından və Heydər Babaya Salam poemasından danışmaq istəyirəm. Şəhriyar elə bir zirvədir ki, adam bilmir ki, onu necə təqdim eləsin. Fars ədəbiyyatında, İranda Şəhriyara layiq olduğu dəyəri, qiyməti veriblər. Yəni, Şəhriyarı 20-ci əsrin hafizi hesab ediblər. Onun ölüm gününü mü, yoxsa biraz səhv deyərəm, ya da doğum gününü poeziya günü kimi qeyd edirlər. Şəhriyar sağlığında da çox böyük hörmət görmüş bir şairdir, düzdür. Ömrünün gənclik çağlarını sürgündə keçirib, hakimiyyətdən dolanmayıb, amma sonralar Şəhriyarı ölkə başçısından belə hamı ona böyük dəyər verib, hörmət eləmiş, haqqında əfsanə kimi olacaq sözlər danışırlar. Bizim baxışımızdan baxsaq, yəni bir ədəbi dəyərinə baxsaq, Şəhriyar 20-ci əsrdə Şimali Azərbaycanda heç bir şairin, yazıçının yaradıcılığında bu şəkildə, qabarıq şəkildə, yəni özünü əks elətdirməyən bir hal görülür. Həqiqəti qələm alır. Şair həqiqəti deməkdən çəkinmir. Və həqiqəti elə bir şirin dildən, elə bir cana yaxın şəkildə deyibdir ki, xalq folkloru kimi, özü demişkən, folklor nümunəsi kimi doymaq olur. Bəli, bal kimidir, Şəhriyarın dili bal kimidir, şəkər kimidir. Bilmirəm necə ifadə edeyim. Və bu balı, şəkəri də Heydər Babaya Salam poemasında daha möhtəşəm şəkildə ifadə edir. Poema şairin uşaqlıq xatirələrini,
əksi kimi özünü göstərir. Adam şairin yaddaşına heyrət edir. Şair deyək ki, kamil yaş dövründə bütün uşaqlıq xatirələrini gözünün önünə gətirir. Oradakı kətdəki Xoşkinabdakı adamlar, onların davranışları, hərəkəti, həyat tərzi, məişəti, adəti, ənənəsi, hər şeyi bu Heydər Babaya Salam poemasına töküb. Və bu poema lirik bir poemadır. Düzdür, xırda sujet əlamətləri var, indi bəndləri oxuyanda harada sujet əlamətləri var, ona toxunacaq. Amma şair elə qəribə şəkildə ekskurs eləyir ki, buradan ora, oradan bura, bu mətləbdən o mətləbə və keçərkən də qəlbindəki o bütün hissləri, duyğuları şeirə elə töküb ki, poemaya elə töküb ki, poemanı oxumadan, yəni o Şəhriyarın özünün gözü ilə, dili ilə, qəlbi ilə baxmasan, onu ifadə eləmək çox çətin olur. Poema iki hissədən ibarətdir. Birinci hissə daha böyükdür, ikinci hissə ondan kiçikdir. Mən burada poemanı bütünlüklə bura yerləşdirmişəm, amma tüm tərəflərlə verdiyim bəndləri xüsusilə oxuyacam. Demək istəmirəm ki, o biri bəndlər bədii cəhətdən zəifdir filan, amma belə deyə biraz zövq məsələsi, bir də orta məktəbdə verilən hissələr məsələsinə görə tüm tərəflərlə verilmiş hissələri həm səsləndirmək, həm də ehtiyac olduğu halda hər hansısa bir bəndə izahat verəcəyəm. Başlayaq poemanı mütləq ki, səsləndirmək istəyirəm, dinləməyinizi istəyirəm. Şeirin özü ilə tanış olmadan ətrafında danışmaq, özündən danışmağı doğru hesab eləmirəm. Heydər Baba, ildırımlar şaxanda, sellər, sular şaqqıldayıb baxanda, qızlar ona səhv bağlayıb baxanda, salam olsun şövkəti üzə, el üzə, mənim də bir adım gəlsin dilizə. Heydər Baba kəhliklərin usanda, yol dibindən doğuşan qalxıb qaçanda, bağçaların çiçəklənib açanda, bizdən də bir mümkün olsa yad eylə, açılmayan ürəkləri şad eylə. Bayram yeli çardaqları yıxanda, Novruz gülü, qar çiçəyi çıxanda, ağ buludlar köynəklərin çıxanda, bizdən də bir yad eyləyən sağ olsun, dərdlərimiz qoy dikəlsin, dağ olsun. Heydər Baba, gün dalıbı dağlasın, üzün gülsün, bulaqların ağlasın, uşaqların bir dəstə gül bağlasın, yer gələndə ver gətirsin bu yana, bəlkə mənim yatmış bəxtim o yana. Heydər Baba, sənin üzün ağ olsun, dörd bir yanın bulaq olsun, bağ olsun, bizdən sonra sənin başın sağ olsun. Dünya qəzo, qədər, ölüm, itimdir, dünya boyu oğulsuzdur, yetimdir. Heydər Baba, yolum səndən kəc oldu. Ömrüm keçdi, gələnmədim, gec oldu. Heç bilmədim gözəllərin necə oldu. Bilməz idim döngələr var, dönüm var, itkinlik var, ayrılıq var, ölüm var. Heydər Baba, iyi demək itirməz. Ömür keçər, əfsus bərə bitirməz. Namərd olan ömrü başa yetirməz. Biz də vallah unutmarıq sizləri. Görənməsək, halal edin bizləri. Gördünüz, bu tüm təriflərlə adlar vermişəm. Şair Mirəclərin adını çəkir, Aşıq Rüstəmin adını çəkir. Sonra bir bəndi yenə oxuyum. Heydər Baba, şeytan bizi azdırıb, məhəbbəti ürəklərdən qazdırıb, qara günün sərneviştin qazdırıb, salıb xalqı bir-birinin canına, barışığı bələndirib qanını. Bəli, çox bir ictimai mətləbə toxunub bu gündə. Cənubi Azərbaycandan xəbərim yoxdur, amma Şimali Azərbaycan üçün bu bənd çox aktualdır. Şeytan bizi azdırıb, içimizdəki sevgini qazdırıb, qara günüm yazdırıb sərnevişdini, salıbdır xalqı bir-birinin canına, barışığı bələndirib qanını. Bəli, cəmaət bu gün də bizim xalqımızı xaricdən görənlər deyir ki, qaşı qabağı yerdən gedir. Xalqı bir qara qabaqlıq basıb, içində bir-birimizə qarşı sevgi itib batıb. Az qala 70 il, 64-cü ildə yazılıb, səhv eləmirəmsə. Demək 25 il buradan, 35 ildə oradan, düz 60 il bundan qabaq yazılmağına baxmayaraq, yenə də aktuallığını saxlayıb. Heydər Baba, dağın, daşın sərəsi, şəkil şoxur, dalısında fərəsi, quzuların ağı, bozu qərəsi bir gedəydim, dağ dərələr uzunu oxuyaydım. Çoban, qaytar quzunu,
Burada bir mahnımıza işarə var deyə sarı gəlin. Ona görə də bu bəndi xüsusi qaralamış oldu. Keçək o biri vərəqə. Bir qarı nənə gecə nağıl deyəndə, günək qalxıb qapqazanı döyəndə, qurd keçinin şəngülüsün yeyəndə, mən qayıdıb bir də uşaq olaydım, bir gül açıb, ondan sonra solaydım. Burada da şəngülüm, məngülüm nağılına toxunduğu üçün bu bəndi xüsusi oxudum. Sonra tüm təriflərlə görürsünüz, verdiyim adları var. Şair uşaqlıq vaxtı kənddə olan adamlarla bağlı burada fikirlərini söyləyir. Onlar nə edirdi, nə iş görərdi. Burada Həcə xalanın, Məmməd Sadığın, Şeyxülislamın, Məşədi Rəhimin, Məşədi Cəlilin, Məlik Niyazın adlarını çəkir. Burada daha bir iki bəndi tüm tərifləri də vermişəm. Burada bir süjet xətti var, həm də Novruzla bağlı bir adətimiz, ənənəmiz öz əksini tapıb. Bir bayram idi, gecə quşu oxurdu. Adaqlı qız bəy corabı toxurdu. Hər kəs şalın bir bacadan soxurdu. Ay nə gözəl qaydaydı şal sallamaq. Bəy şalına bayramlığın bağlamaq. Şal istədim, mən də evdə ağladım. Bir şal alıb tez belimə bağladım. Qulamgilə qaçdım, şalı salladım. Fatma xala mənə corab bağladı. Xan nənəmi yada salıb ağladı. Burada bizim bir Novruz adətimizə değinmək istəyirəm. Buradan belə görünür ki, Novruz vaxtı şal sallamaq, yəni papaq atmaq, adətən nişanlı oğlanların nişanlı qızlara atması ilə bağlıdır. Niyə bu qənaətə gəlirəm bu şeiri oxuyanda? Deyir ki, deməli, balaca uşaqlara şal vermirlərmiş. Yəni, papaq vermirlərmiş gedib tullasın. Deyir ki, şal istədim, mən də evdə ağladım. Belə məlum olur ki, şair özünün bir istədiyi qız mı var imiş? Yoxsa hər yerə atmır papaq. Deyir ki, şal istədim, mən də evdə ağladım. Bir şal alıb tez belimə bağladım. Qulamgilə qaçdım, şalı salladım. Fatma xala mənə corab bağladı. Yəni, o da ona bayramlıq corabı bağladı. Çünki burada deyir ki, ay nə gözəl qaydaydı şal sallamaq. Ondan qabaq deyir, adaqlı qız bəy corabı toxur. Demək, bu Fatma xala da Şəhriyarın bunlardan qız istədiyini bildiyini və yaxud bəlkə də nətər deyərlər, onu sındırmamaq üçün ona bir corab bağlamış olur. Demək, indi bizim papaq atmaq adətimiz var ki, düşürük qapı-qapı papaq tullayırıq. Deməli, bu adət bizdə müasir dövrdə bu şəklə gəlib düşübdür. Demək, keçmişdə heç də papaq tullamaq o şəkildə olmuyor. Çünki o şəkildə olsaydı, Qəhriyar da çox rahat nəyisə aparıb kiminsə qapısını tullayardı və müxtəlif qapılara tullayardı. Amma bir qapıya tullayır, Qulamgil. Və Fatma xala da bunların arası çox rahat olub, bunun xan nənəsini yada salır, ağlayır və ona da corab bağlayır. Yenə burada adət-ənənələrlə bağlı müxtəlif fikirlər söylənilibdir. Yəni belə deyək, yumurtaları sındırmaq, eləmək, noğul nabat hazırlamaq. Burada yenə Əlinin, İrzanın, Novruz Əlinin adları çəkir. Bu bəndi də oxuyum. Deyir, yumurtanı göyçək güllü boyardı. Ondan qabaqçı bəndim. Deyir, Bakıçının sözü, sovu sözü kağızı. Sözü sözü kağızı. Böyüdüm. Sözü sözü kağızı, inəklərin bulaması, ağzı, çərşənbənin girdəkanı, movizi qızlar deyər, atıl-matıl çərşənbə, aynə təkin baxdım açıl çərşənbə. Yumurtanı göyçək güllü boyardıq, çaqqışdırıb sınanları soyardıq, oynamaqdan bircə məgər doyardıq, Əli mənə yaşılaşıq verərdi, İrza mənə Novruzgülü dərərdi. Keçək o biri səhifəyə. Sonra Şücə Xalaoğlu'ndan danışır, görürsünüz. Sonra Heydər Baba, nənə qızın gözləri, Rəxşəndənin şirin-şirin sözləri, türkü dedim, oxusunlar özləri. Bilsinlər ki, adam gedər, ad qalar. Yaxşı pisdən ağızda bir dad qalır. Həccə Sultandan, Molla Bağırdan, Mənsur Xandan, Molla İbrahimdən, Həccə Sultandan gördüyünüz kimi kəndin az qala bütün əhalisinə bir bənd şeir və ya bəndlə şeir həsr edib, ya da hər misrada adını çəkib. Sonra başqa bir fikrinə baxaq. Deyir, Heydər Baba, dünya yalan dünyadır. Süleymandan, Nuhdan qalan dünyadır. Oğul doğan, dərdə salan dünyadır. Hər kimsəyə hər nə verib alıbdır. Əflatundan bir quru ad qalıbdır.
Burada daha bir ictimai məzmununa toxunubdur. Şair fəlsəfi fikirlərini söyləyir, dünya barədə qənaətlərini söyləyir. Sonra xoş gördüyünüz kimi Cənabın adını çəkir, Amir Qafarın adını çəkir. Ümumiyyətlə bu Seyidlərlə bağlı çoxlu bəndlər var. Bax, Mir Mustafa onu Tolstoy babaya bənzədir. Məzdü Sadatdan danışır. Sonra mənim atam, mən bu bəndi çox bəyəndirəm. Ona görə onu tüm təriflərdən verdim. Öz atam haqqında da elə belə düşünürəm. Deyir, mənim atam süfrəli bir kişi idi. El əlindən tutmaq onun işi idi. Gözəllərin axıra qalmış idi. Ondan sonra dönərcələr dönüblər. Məhəbbətin çıraqları sönüblər. Yenə Mir Salih, Mir Əziz, Mir Məhəmməd, Mir Əbdül, Mir Qafar, Amin Heydər, xanım Əminə, Mir Əbdül, Fizdə xanım, Amir Yahya, Ruxsarə, Seyid Hüseyin, Mir Salih, Amir Cəfər bir çoxlarının belə adlarını çəkir. Sonra yenə bir fəlsəfi bəndinə toxunmaq istəyirəm. Deyir, Heydər baba göylər bütün dumandır. Günlərimiz bir-birindən yamandır. Bir-birinizdən ayrılmayın, amandır. Yaxşılığı əlimizdən alıblar. Yaxşı bizi yaman günə salıb. Heyrət edirəm, yəni 60 il bundan qabaq da şair gördüyü, 70 il bundan qabaq gördüyünü, 80 il bundan qabaq gördüklərini qələmə alıb, yenə də elə bizdə vəziyyət bu dəqiqə belədir. Göylər sanki dumandır, yaxşılığı da bizim əlimizdən elə bil alıblar, yaxşı bizi yaman günə salıblar. Şair sonra bir arzusunu, xəyalını dilə gətirirdi. Bir uçaydım bu çırpınan yelindən, bağlaşaydım dağdan aşan selinlə, ağlaşaydım uzaq düşən elinlə, bir görəydim ayrılığı kim saldı, ölkəmizdə kim qırıldı, kim qaldı. Burada şair belə hiss olunur ki, Şimal Azərbaycanı xatırlayır. Çünki ayrılıq bizdən onların arasındadır. Sonra deyir, Heydər baba, mərd oğullar doğginən, namərdlərin burunları noğginən, gədiklərdə qurtları tut boğginən, qoy quzular ayın şayın otlasın, qoyunların, quyruqların qatlasın. Heydər baba, sənin günün şad olsun. Dünya varkən ağzın dolu, dad olsun. Səndən keçən tanış olsun, yad olsun. Deyinən mənim şair oğlum Şəhriyar. Bir ömürdür, qəm üstünə, qəm qalır. Bağa tövsiyəsini də görürsünüz. Şair deyir ki, mən qəmin üstünə qəm qalamaqdan məşğul olmuşam. İkinci hissə ki var, bu ikinci hissədə daha çox ictimai məzmunlara toxunur. Yəni, şair elə bir fəlsəfi düşüncələrini, həyat barədə qənaətlərini, xalqının vəziyyətini ifadə eləyən bəndlər bu hissədə daha çox. Deyir, Heydər baba, gəldim səni yoxlayam, bir də yatam qucağında yoxlayam, ömrü qovam, bəlkə burada haqlıyam, uşaqlığa deyəm, bizə gəlsin bir, aydın günlər, ağlar üzə gülsün bir. Heydər baba, çəkdin məni gətirdin, yurdumuza, yuvamıza getirdin, Yusifivi uşaq ikən itirdin. Qoca Yaqub, itmişsəm də tapıbsan, qovalayıb burada ağzından qapıbsan. Burada Yusif və Yaqub sözləri gizli metafordur. Yusif dedikdə özünü, Yaqub dedikdə Heydər baba dağını nəzərdə tutur. Çox şükrü var, yenə gəldik, görüşdük. Bitənlərdən soruşduq. Küsüşmüşdük da, Allah qoysa barışdıq. Küsmüşdük da, Allah qoysa barışdıq. Bir də görüm qismət ola olmaya, ömürlərdə fürsət ola olmaya. Bu tövlədə sarı inək doğardı, xanım nənəm inəkləri sağardı. Ana isi dam divardan yağardı. Mən buzovu qucaqlardım, qaçmasın. Deyərdi, bax, bayda dolub daşmasın. Həqiqətən bu cür bir fikri ifadə eləmək. Yəni, kənddə olanlar, yaşayanlar, doğmuş inək görmüş adamlar, balasını görmüş adamlar üçün bu hisslər, bu fikirlər nə qədər doğmadır. Bu məktəbdə şeirin şəhdin dadmışam. Axundun ağzından qapıb udmuşam. Gahdan da bir axundu aldatmışam. Başım ağrır deyib qaçıb getmişəm. Bağçalarda gedib gözdən itmişəm. Azad olanda məktəbdən çıxardıq.
Hücum verib bir-birini sıxardıq. Yolda hər nə gəldi vurub yıxardıq. Uşaq demə, ipin qırmış danadır. Bir dana da demə, 50 danadır. Məlik Niyaz itkin gedib yox olur. Əmir Aslan səktə ilə yıxılıb, hərə qaçıb bir dərədə sıxılıb, görək qəmi çıxıb xalqın ayına, çörək qəmi çıxıb xalqın ayına, hər kəs qalıb öz canının ayına. Kətdi yazıq çarıq tapmır yandıra. Görüm sizin bərqiz qalsın andıra. Kim bu sözü ərbablara qandıra? Nədir axı bu millətin günahı? Tutsun sizi görüm məzlumlar ağı. Gördünüz mü? Burada ictimai motiv, şairin idarəçiliyə, ölkənin vəziyyətinə çox belə deyərlər, ürək yanılsı ilə reaksiyası var. Bir Heydər baba, səni vətən bilmişdim. Vətən deyib baş götürüb gəlmişdim. Səni görüb göz yaşımı silmişdim. Halbuki lap qəmli qürbət səndəymiş. Qara zindan, acı şərbət səndəymiş. Şair vətənə gəlir, amma ürəyi açılmır. Deyir ki, əsl qürbət elə səndəymiş. Niyə qürbət ondaydı? Çünki Xoşginabın vəziyyəti yaxşı deyil. Elinobanın vəziyyəti yaxşı deyil. Kim qaldı ki, bizdə bugün vurmadı? Bizə buğum vurmadı. Atdan bizə kələk vurmadı. Bir mərd oğul bizə havar durmadı. Şeytanları qucaqlayıb gəzdizsiz. İnsanları ayaqlayıb əzdizsiz. Şair xalqının sahib çıxacaq, xalqını ağ günə çıxaracaq bir oğulun olmamağından şikayət. Nə qədər doğma bir his. Duvar ucaldı, gün bizə düşmədi. Zindan qaraldı, göz gözü seçmədi. Gündüz gözü mənim lampam keşmədi. Sel də bastı, evimiz dolub göl oldu. Çox yazığın, evi çönüb çöl oldu. Mənim yolum məhəbbət caddəsi idi. Son sözlərim haqqın iradəsi idi. Məhəbbətin risalət vədəsi idi. Yoxsa məndə bir kəs ilə qərəz yox. Siyasət adlı. Məndə bir mərəz yox. Gördüyünüz kimi şair ölkənin və xalqın taleyinə toxunarkən, onun çətin vəziyyətinə toxunarkən, onun danışığından siyasət gəldiyini düşünənlər üçün deyir ki, mənim siyasətdən işim yox. Mən sadəcə olaraq həqiqəti ifadə edirəm. Şeytan bizim qəlbimizi çöndərib, Allah deyən yoldan bizi döndərib, ilanlı çeşməyə bizi göndərib, minnət qoyur ki, arxımız nəhr olub, biz görürük sular bizə zəhr olub. Yəni, bu qədər. Siz deyir, ağ gündəsiz, amma deyir, daha demir ki, bu sular, göndərdiyimiz sular çaya dönübdür və sular bizim üçün zəhər olub. Heydər baba gileylikdən nə çıxar? Zülümün evin səbri təhəmmül yıxar. Dərviş olan səbrin əlin bəş çıxar. Gəl qaydaq çıxaq ağa düzünə, keçək yenə məhəbbətin sözünə. Şair həm gileylik edir, həm də deyir, səbir edir. Şair daha doğrusu çarəni bilir. Xalqın gününün, güzaranın ağırlığından necə çıxmağın yolunu bilir. Şair sanki qocalıb, çarəsizlikdən ancaq deyinir. Halbuki şair bir şeir yazanda orta yaşlardaydı. Deyinə uşaq bir-biri ilə saz olsun. Bəlkə bu qış bir də çönüb yaz olsun. Çay çəmənlər ördək olsun, qaz olsun. Biz də baxıb fərəhlənib bir uçaq. Sınıq salxaq qanatları bir açaq. Evlər qalır, ev sahibi yox özü. Ocaqların ancaq işıldar gözü. Gedənlərin az çox qalıbdır sözü. Bizdən də bir söz qalacaq, ay aman. Kimlər bizdən söz salacaq, ay aman. Aşıq deyər, bir nazlı yar var imiş. Eşkindən odlanıb, yanar var imiş. Bir sazlı sözlü şəhriyar var imiş. Odlar sönüb, onun odu sönməyib. Fələk çönüb, onun çəxi çönməyib. Heydər baba, alçaqların köşk olsun. Bizdən sonra qalanlara eşq olsun. Keçmişlərin gələnlərə məşq olsun. Evladımız məzhəbini danmasın. Hər içi boş sözlərə aldanmasın.
şey, Heydər Babaya Salam poeması ilə tanış olmaq üçün mən müəyyən bəndləri oxudum. İfadə olunan fikirləri görmüş olduq. Şair uşaqlıq xatirələrini dilə gətirmiş olsa da, xalqın gününün, güzaranının ağırlığını da dilə gətirməkdən çəkinməmişdir. Təkcə xalqın gününün, güzaranının ağırlığını yox, bu ağırlığın insan psixologiyasında yaratdığı kompleksləri, çatışmazlıqları, onları da dilə gətirir şair. Bir yaxşılığı əlimizdən alıblar, ikimizdən məhəbbəti qazdırıblar, bir-birimizdən bizi xəbərsiz ediblər. Şair şikayət dolu hisslərini bu şeirdə ifadə eləmişdir. O qədər də canlı, o qədər də şirin ifadə eləmişdir ki, məsələn, mən hardasa bəlkə bu poemanın 125 bənd olmalıdır. Üçdən birini ən az oxuyur. 40 bəndlik bir şeir oxuyursan, amma adam necə oxuyur, necə tutarır, hiss eləmir. Poema başdan ayağa beşlik şəklində yazılıb. Qafiyə quruluşu 3A, 2B şəklindədir bütün bəndlərdə. Lirik poemadır. Dediyim kimi, çox xırda süjetlərə rast gəlmək mümkündür. Deyilənə görə Heydər Babaya Salam poemasını şair anası Kövkəb xanımın ay oğul deyirlər, sən böyük şairsən, amma mən sənin şeirlərini oxuyub başa düşmürəm iradından sonra yazmışdır və bu bir ədəbiyyatımızda bir inci kimi parlayır. Bunu da xüsusilə qeyd edeyim ki, Şəhriyarın cəmi bir dənə hüccə divanı var. Yəni, bir kitablıq şeiri var, amma cilt fars dilində divanı vardır və fars ədəbiyyatına verdiyi töhfə daha böyükdür. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunursa, mənim üçün nə mutlu.